Bu ev mənim xatirəmdir. Bu ev mənim atamın, anamın, hələ onlar hamısı mənim üçün burada xatirədir. Hüquq mühafizə orqanları bilməlidir ki, burada quldurluq başlayırdı. Zülfənli salıqla cəmiyyətin canına ki, qulduğu belə öldür, dağıt, sala, nə istəyirsən elə bizə rüşvət gətir. 27 oktyabr 2025-ci il Ayər şəhər cəmaət yaşayır. Gecə vaxtı söküntü gedir. Bizim oturduğumuz yerin qiyməti pulla da ölçülmür. Bakının hər bir kateqoriya yeridir. Nə cür eləyirik, elə də eləyəcəyik. Narahat et. 1812-ci ildə nə bizim elə həyətimizdir. Mən yaşadığım, yəni 3-cü əsrə gedir. Bu nə deməkdir? Gəlirəm mən evi gün orta vaxtı sökürəm, səni alıram, bu qiymət versən, kimsən məndən ev ala bilirsən? Bir də ki, axı biz Bakı adamıyıq. Biz buradan başqa hara gedə bilərik? Bu küçədə reyestrdə olan 25 tarixi memarlıq abidəsi qeydiyyata alınmışdı. Onlardan cəmi 7-si qalıb hal-hazırda. Tarixi memarlıq abidəsidir. Burada köçürüblər insanları. İndi isə hansısa söküntü prosesi gedir. Gəlib Vidadi küçəsində evləri uçurur, sökür. Mən xaricdəyəm.